Salam, bugün mən ingilis dili 9-cu sinif test toplusundan Tensorforms, yəni zamanlar mövzusuna baxacağam. Bildiyimiz kimi burada bütün zamanlar var, yəni qarışıq şəkildə verilib. Həmçinin zaman uzlaşmalarına fikir verməliyik. Əsas baxmalı olduğumuz feilin zamanıdır və zaman zərflərimizdir. Baxırıq birinci suala. When Jane to London, she'll do a lot of sightseeing. Cümlə when ilə başlayır. When zaman uzlaşması yaradır. Birinci tərəfi boş verilib, lakin ikinci tərəfində she will do, yəni edəcək, gələcək zamanda feilimiz verilir. Əgər ikinci tərəfi gələcək zamandadırsa, bu zaman gələcək zamanla uzlaşan bir zaman götürməliyik və bu da olacaq təbii ki, indiki zamanda. Baxırıq, A variantı keçmiş, went keçmişdi, will go gələcəkdir. B və Y variantı indiki zamandadır. Sadəcə B-də inkardadır, Y-də isə təsdiqdə verilib cümləmiz, feilimiz. Jane Londona, belə deyək, gedəndə çoxlu görməli yerləri gəzəcək. Jane Londona gedəndə deyiriksə, bu zaman biz bunu təsdiqdə götürməliyik. When Jane goes to London. B variantı yanlışdır, Y variantı doğrudur. İkinci sualda cümlənin sonunda yesterday var, yəni dünən. Dünən bilirik ki, keçmiş zamandır. Is, are indiki zamandır. Will gələcək zamandır. Was, were keçmiş zamandır. Baxırıq, these clothes. Clothes cəmdədir. Cəmdə olduğu üçün biz bura was yox, were-ni götürməliyik. Was tək olan isimlərlə işlənir, were isə cəmlərlə. Üçüncü sualda yenə last var sonda. Last keçmiş zamanı bildirir. Baxırıq yenə was, were-yə. Və newspapers, qəzetlər cəm olduğu üçün biz orada were brought götürməliyik. Dördüncü sualda tomorrow. Tomorrow sabah. Sabah gələcək zamandır və gələcək zaman shall, will olaraq gedir. C variantında will be packed doğru cavabdır. Beşinci sualda The Guinness Book of Records in 50s. Deməli, Guinness Rekordlar kitabı 50-ci illərdə publish, yəni nəşr olunub deməliyik biz. Guinness 50-ci illər bilirik ki, keçmiş zamandır. Yəni keçmişdə olan hadisədən danışılır bu. Gələcəkdə deyil və indiki zamanda da deyə bilmərik bunu. Keçmiş zamanda olduğu üçün baxırıq. Was və were-yə Guinness Rekordlar kitabı. Oflu birləşmə gördüyümüz vaxt biz həmişə ofdan əvvələ baxmalıyıq. Yəni book sözünə baxmalıyıq. Kitab tək olduğu üçün was published deməliyik. 6-cı sualda yesterday dünən. Dünən keçmiş zamandır. Have indiki bitmişdi. Write indiki zamandadır. A və B variantı qalır burada. Wrote keçmişdədir. Write feili dəyişərək olub keçmişdə wrote. Və baxırıq ki, ikinci tərəfi də artıq eyni zamanda olmalıdır. Çünki and-lə bağlanıbsa və ikisi də belə deyək, eyni zamanı bildirirsə, artıq ikisini də keçmiş zamanda götürməliyik. Wrote və sent. Send indiki zamandadır, sent isə onun keçmişidir. 7-ci sualda görürük burada will var, yəni gələcək zaman var və daha sonra ortada when yazılıb, when-dən sonra boşluq var. Birinci sualda olduğu kimi burada da gələcək zaman when, when-dən sonra indiki zaman götürməliyik. İndiki zaman baxırıq were keçmişdi, will gələcəkdi, was keçmişdi, are və is qaldı. Mübtədamıza baxırıq ki, the agreement tək olduğu üçün is signed deməliyik. Are cəm isimlərlə işlənir. Yəni yanlışdır. 8-ci sualda if-lə olan bir cümlədir. If-in qaydasını biz artıq bilirik, uzlaşmalarını. If-in ikinci tərəfi will-lə verilib. Yəni if-dən sonra biz indiki zaman götürməliyik. Baxırıq, will, want gələcəkdir. Coach keçmişdir. A variantında catch və D variantında doesn't catch indiki zamandadır. Sadəcə biri təsdiq, digəri inkardır. Belə olduğu halda biz gərək bunu tərcümə edək. Əgər Ted tez gələn qatara minsə, buradan vaxtında gedəcək.
Daha doğrusu burada vaxtında olacaq. Deməli, əgər minsə vaxtında olacaq. Yəni vaxtında gəlib burada olacaq. A variantı doğrudur. Catch. 9-da since last year, keçən ildən bəri. Biz bilirik ki, since, yet, already bunlar indiki bitmiş zamandan işlənən zaman zərfləridir. Orada last year olmasına baxmayaraq since olduğu üçün biz götürməliyik indiki bitmiş zamanı. İndiki bitmiş zamanda bilirik ki, have, has, üstəgəl verb 3 ilə düzəlir. Yəni feillərin 3-cü cədvəli deyək. 3-cü forması participle 2 ilə düzəlir. Və Y variantında have worked. Have olan yalnızca bir variant var. 10-cu sualda while you traveled feillərimizə baxırıq ki, bizə verilən cümlədə hər hansı bir feil varsa, o hansı zamandadır və o zamana uyğun digər tərəfin zamanını seçməliyik. Traveled keçmiş zamandadır, edilən olan bir feildir. Keçmiş zamandan keçmiş zaman uzlaşır. Yəni gələcək zaman, indiki bitmiş zaman, indiki zaman uzlaşmır. Did deyə bilərik biz. Keçmiş zamanda və did you took olmaz. Bilirik ki, did you take olmalıdır. Yəni do, does, didlə biz əgər sualı və inkarı veririksə, bu zaman feilimiz to-suz məsdər formasında olacaq. Yəni onu keçmişə qoymaq və ya indiki zamana qoymaq olmaz. 11-ci sualda you were at school. Were keçmiş zamandır və keçmiş zamandan yenə də deyirik, keçmiş zaman uzlaşır. Have indikidir, will gələcəkdir, are indikidir və did. Bayaq dediyim kimi diddən sonra edili feil olmaz. Did learn olmalıdır. Yəni to-suz məsdər. 12. Last keçmiş zamanda keçən bazar ertəsi deyir. Keçmiş zamanda baxırıq was were-yəm. Documents cəm olduğu üçün biz burada were-nü götürməliyik. 13. Looked through. Deməli, looked keçmiş zamandadır. Keçmiş zaman olduğu üçün ikinci tərəfdə yenə keçmiş zaman olacaq. Baxırıq ki, has indiki bitmiş, is indi, will gələcək, get indiki, get feili got olaraq dəyişdiyində olur bu keçmiş zamanda. B variantı doğrudur. 14-cü suala baxırıq. A few places before they leave. Leave indiki zamanda verilib. İndiki zaman olduğu üçün birinci tərəfimizi götürəcəyik gələcək zamanda. Çünki burada görürük ki, before da var. Belə olan halda before'dan sonra indiki zaman, əvvəl isə gələcək zaman olmalıdır. Gələcək zamanda görürük Y variantında will visit. 15. When-dən sonra boşluq var. Daha sonra deserves increase. Increase yəni çoxalmaq, artmaq. İndiki zamandadır bu. Biz deyirik ki, indiki zamandan gələcək zaman uzlaşır. Lakin bəzi belə deyək, konkret faktlarla olan cümlələrdə indiki zamandan indiki zamanda uzlaşa bilir. Yəni səbəb nəticə əlaqəsi olduqda, məsələn deyirik ki, yağış meşələri əgər məhv olsa, səhralar yəni artacaq. Belə olan halda biz indiki zaman götürə bilərik hər iki tərəfdə və hətta burada passive voice, yəni məchul növdə verilib. When rainforests are destroyed. Və həmçinin belə bir qaydamız da var ki, when-dən sonra biz have, has və yaxud da shall, will yaza bilmərik. Yəni when-dən sonra boşluqda will işlənə bilməz. Yəni will olmadığı zamanda biz artıq burada indiki zaman götürməliyik. Və cəm olduğu üçün are destroyed oldu düzgün cavabımız. 16. When I reached deməli keçmiş zamandadır, edilən verilib. Keçmiş zamanla yenə keçmiş zaman uzlaşır. Elə A variantında were. 17. Will write
yazacaq gələcək zamandadır. Gələcək zamandan when-dən sonra indiki zaman götürməliyik. İndiki zamanda baxırıq ki, elə C variantı finishes. Feilin sonunda əgər S varsa, bu zaman o olur indiki zamanda və yaxud da normal tuzsuz məsdər forması da elə indiki zamana aiddir. 18-də if you'll catch the plane. Aha, gələcək zamanı görürük burada. If-dən sonra olacaq konkret olaraq indiki zaman və indiki zamanda olan elə bizim A variantımızdır. If you leave at 5, you'll catch the plane. 19. Have you visited Madrid? Heç Madridə getmisən? Yes, last year. Aha, last year keçən il keçmiş zamandır. Keçmişdə də olacaq. Visited. Keçirik 20-ci suala. Have you seen the Titanic? Yes, last month. Last deməli yenə deyir keçən ay və seen-in keçmişi olacaq. So. 21. Where are you going to stay when you in Lisbon? To be going to. To be going to bu indiki davam edici zaman deyil. Əgər are you going desəydim və daha sonra to-suz, yəni to-lu bir feil burada olmasaydı, bu olardı indiki davam edici zaman. Lakin to be going to üstəgər feil varsa, bu olur gələcək zaman. To be going to elə will, shall deməkdir bir növ. Gələcək zamanı bildirir və bu tərəf gələcək zaman olduğu üçün when-dən sonrası olmalıdır indiki zaman. İndiki zamanda olan deməli variantımız olacaq you are. Are-la deməliyik D variantı. 22-də what are you going to see? Yenə to be going to gələcək zamandır. When-dən sonra götürməliyik indiki zamanı olacaq are. 23-də when we were keçmiş zamandır və keçmiş zamandan uzlaşır yenə keçmiş zamanımız olacaq lived. 24-də when they were keçmiş birinci tərəfdə keçmiş olmalıdır. Stayed. 25 we told her. Told telin keçmişidir. Birinci tərəfi də elə bunun keçmiş zamanda olmalıdır. C variantında didn't believe. 26 while they were. Yenə were keçmiş zaman və baxırıq ki didn't visit keçmiş zamandadır. Doğrudur. 27-də will be gələcək zamandır. Gələcək zamandan indiki zaman uzlaşmalıdır. If-dən sonra olmalıdır burada ya doesn't ya don't. The weather. Weather hava. Hava sözü tək olduğu üçün biz burada doesn't improve deməliyik. 28. Ago. Sonda ago var. Ago yəni əvvəl, bir neçə saat əvvəl deyir. Keçmiş zamandır. Keçmiş zamanda baxırıq was və were-dən biri olmalıdır. The umbrellas and coats. Deməli, iki söz var burada. Cəmdədirlər. Olacaq were. Were left. Every day last month. Yəni, keçən ay hər gün saat 10-a kimi. Bizə keçən ay dediyi üçün last month artıq olur keçmiş zamanda. Və was were-yə baxırıq burada da. Chinese meals, yəni Çinli yeməklər, yeməklər meals cəm olduğu üçün deməliyik were served. Servis olundu. 30. Yesterday dünən keçmiş zamandadır. Yəni keçmiş zaman dediyimizdə keçmiş sadə zamandır təbii ki. Baxırıq was were. Yenə were var burada. Y variantı doğrudur. 31-də last keçmiş zamandır. Və burada baxırıq ki, hər kəs keçən cümə günü bu tədbirdə iştirak edib. Edib deyiriksə took part olacaq. B variantı. Didn't da keçmiş zamanı bildirir. Sadəcə didn't-dan sonra took part yox, didn't take part olmalıydı. Do, does, did-dən sonra biz to-suz məsdəri götürməliyik. 32.
Yesterday, dünən deyiriksə, baxırıq ki, send feili keçmişdə olur, sent. 33. When he arrives indiki zamandadır. İndiki zamandan uzlaşan gələcək zamandır. Yəni when-dən sonra indiki zaman veriblər, when-dən əvvəl də olacaq gələcək zamanımız. Will solve the problem. Problemi həll edəcək. 34-də at that time yesterday, dünən bu vaxtı. Dünən bu vaxtı deyirsə, konkret olaraq bilirik ki, keçmiş davam edici zaman işlənməlidir. Və itlə də olacaq was, it was snowing, yəni qar yağırdı. Last month, bu da keçmiş zamandır. Keçmişdə baxırıq ki, didn't visited olmaz. Didn't visit olsaydı doğru olardı. Qalır bircə D variantımız. Visited, deməli Türkiyəyə ziyarət elədi. 36-da will write yazacaq. Gələcək zamandır. Gələcək zaman görürsə, digər tərəf artıq indiki zamana gedir. As soon as var hətta. As soon as-dən sonra indiki zamanda olan the bell rings olacaq. Tək olduğu üçün mübtədamız demək zəng çalacaq. Çalır daha doğrusu. 37. Next gələn bazar günü gələcək zamandır və gələcək zamanda olan da elə A variantı will meet. 38. The girl exercised early in the morning. Burada görürük ki, bizim konkret olaraq bir zaman zərfimiz yoxdur. Belə olan halda baxırıq ki, deməli does exercise deyə bilərikmi indiki sadə zamanda? Bəli, yəni davamlı olaraq, periodik olaraq səhər tezdən idman eləyir. Olar. Və yaxud da keçmişdə davamlı olaraq idman edirdi. Bu da olar. Has done artıq biz deyə bilmərik indiki bitmiş zamanda. Çünki indiki bitmiş zaman, keçmiş bitmiş zaman zaman zərfi olmadan bu formada demək olar ki, işlənmir. Mütləq, yəni bu bitmiş zamanlarda bir zaman zərfi olmalıdır. Həmçinin məna baxımından da artıq bu mənanı tamamlamır. Və 4-də də will gələcək zamanda da edəcək deyə bilərik. Yəni bu indiki, keçmiş və gələcək sadə zamanlarla biz zaman zərfi olmadan cümləni istədiyimiz kimi dəyişə bilərik. Yəni qız səhər tezdən idman edir. Qız səhər tezdən idman edib. Qız səhər tezdən idman edəcək. Bu formada yəni indiki, keçmiş və gələcək sadə zamanlarla biz işlədə bilərik. Davam edici zamanlar da burada olmazdı. Onların da zaman zərfinə ehtiyacı var. İndi, bu dəqiqə, yəni bu at the moment, now, at present, still bu zaman zərflərindən istifadə etməliydik. İndiki davam edici zamanda işlətmək istəsəydik. Həmçinin bitmiş zamanda da already, yet, indiki bitmiş zaman zaman zərfləri olmalıydı. Baxırıq 39-a. The baby lovely in the evening yesterday. Yesterday dünən keçmiş zamandadır və cavablardan keçmiş sadə zamanda olan cried B variantı. 40-da last month, last keçən ay keçmiş zamandadır. Baxırıq keçmiş zamanda olan burada elə A variantındadır. Did you spend a lot of money? Çoxlu pul xərcləmisənmi? 41-də my family barbecue yesterday. Yesterday yenə dünən keçmiş sadə zamandır. Və baxırıq ki, keçmiş sadə zamanda olan have, has-in keçmişi olacaq had. Yəni C variantı. 42-də last keçmiş zamandır. Keçmişdə burada yalnızca B variantı var. So, sinin keçmişi olacaq so, irregular verbdur, yəni kökdən dəyişərək keçmiş zamana keçib. 43-də ego əvvəl deməkdir, keçmiş zamandır. Və baxırıq ki, arrived edli feilimiz keçmişdədir. 44-də burada artıq cümlənin hər iki tərəfi boş olaraq verilib bizə. Burada zaman uzlaşmasına fikir verməliyik. Həmçinin baxırıq ki, cümlənin əvvəlində when var. When-dən sonra birinci tərəfdə
Heç vaxt when-dən sonra biz will işlədə bilmərik. Ona görə C və Y variantlarını çıxırıq. Entered keçmiş zaman ola bilər. Enters indiki zamanda ola bilər. İndi baxırıq digər tərəflərdə zaman uzlaşmasına. A variantında keçmiş və gələcək zaman heç vaxt uzlaşmaz. B variantında keçmiş və indiki zamanda uzlaşmaz. D variantında indiki və gələcək zaman təbii ki uzlaşır. Yəni zaman uzlaşmasından bildiyimiz sadə formada qısa desək, indiki zaman gələcək zamandan uzlaşır. Təbii ki, bəzən indiki zamandan və yaxud da gələcək zamandan da uzlaşa bilir. Yəni eyni zamanların uzlaşması mümkündür, olur. Lakin 90% indiki zaman gələcək zamandan uzlaşır və ən əsas da keçmiş zamandan uzlaşır. Yəni keçmiş ya indiki ya gələcək zamandan yəni demək olar ki, uzlaşa bilmir. Əgər fərqli zaman zərfləri verilsə, bu zaman təbii ki ola bilər. Lakin zaman zərfləri yəni verilməyibsə, hər iki tərəf keçmiş zamanda olmalıdır. 45-də a lot of money on pictures last Sunday. Last keçmiş zamandadır və baxırıq was were-yə. A lot of money tək olduğu üçün was spent xərclənildi şəkillərə. 46 ago keçmiş zamandadır və burada da olmalıdır keçmişdə. Have indikidir. Left. We any information about them since. Burada da baxırıq ki, since var sonda. Since indiki bitmiş zamandan işlənir və indiki bitmiş zaman have had, yazıblar. Artıq biri təsdiqdir, biri inkardır. Bu anda biz tərcümə edib baxmalıyıq. Bizim qonşularımız bir ay əvvəl çıxıb getdilər və o vaxtdan bəri bizim onlar haqqında məlumatımız yoxdur, olmalıdır. Həm də any information, any işlənir bu cümlədə. Any sual və inkar cümlələrində işlənir. Bu cümləni sual eləyə bilmərik artıq və inkar eləyə bilərik. İnkar eləmək üçün də haven't had yazmaq olar. C variantı doğrudur. 47-yə baxırıq. Yesterday, dünən keçmiş zaman yenə C variantı olacaq. Bought, buy sözünün, almaq sözünün keçmişi buy olur. Bought, alıb. 48. Yenə iki tərəf boşluq verilib bizə. Zaman uzlaşmasına əməl etməyənləri gəlin variantlardan çıxaq. Və A variantına baxırıq. Keçmiş gələcək olmaz. B-də keçmiş indiki olmaz. C-də iki tərəf gələcək zaman həm də before-la olmaz. Baxırıq Y variantında he reach indiki zamanda mümkün deyil. Biz deməliyik he reached the top of the mountain before the sun rises. D variantı qaldı doğru cavabımız. D variantı doğrudur. Bilirik gələcək zaman və indiki zaman onsuz da həmişə uzlaşır. Və ortada before da var. Hətta D variantı ilə doğru olacaq. 49-da Mary told. Told, tell, told. Qarşısı boş olduğu üçün bu məchul növdədir. Mary was told olmalıdır və olmaz. Will gələcəkdir. Is indikidir. Baxırıq ki, burada deməli Mary'ə deyildi bütün son xəbərlər when she to the office. Uzlaşmaya baxırıq. Was keçmiş zamandırsa came olacaq. Bu da keçmiş zamandadır. C variantı. Mary was told all the latest news when she came to the office. Deməli, Mary'ə bütün son xəbərlər deyildi o ofisə gələndə. Əslində burada məchul növdə kimi düşünsək, Mary is told da deyə bilərdik və yaxud da will be told mümkün idi. Çünki məchul növ deyiriksə biz to be üstəgəl feilin üçüncü forması işlənir. Yəni was told olduğu kimi is told və yaxud da will be told da işlənə bilərdi. Sadəcə yəni uzlaşmaya baxırıq ki, when-dən sonra will gəlməz. Həmçinin Y variantında da
When-dən sonra will işlənməz. O variantlar artıq ona görə çıxıldı. 50-ci sualda but yesterday. Burada görürük yesterday'im. Baxırıq ki, yesterday ikinci tərəfdədir. But-dan sonra gəlib. Bizim burada iki cümləmiz var. Deyir, Susan usually, adətən, indiki sadə zamanda. Susan adətən günorta yeməyini tək başına yeyir. Adətən deyirsə, təbii ki, burada has olacaq. İndiki sadə zamanda olan. Susan usually has lunch. But yesterday, amma dünən dostları ilə yedi. Yəni adətən tək yeyir, amma dünən o günorta yeməyini dostları ilə yedi. İndiki zaman, daha sonra isə keçmiş zamanda has, had, C variantı doğru cavab olacaq. 51-də yenə burada usually var, indiki sadə zamandadır. Had keçmişdir. Has a walk, deməli has indiki zamanda olar. Is having a walk. Bu davam edici zamandır. Usually sadə zamandan işlənir. Yəni sonu ing ilə bitən fiili usually ilə götürə bilmərik. Biz gərək sadə zaman götürək. Bu da olsun has. Və ikinci tərəfdə yesterday dünən deyirsəm, yenə o da olur cavabı had. Y variantı doğrudur. 52-də yesterday dünən. Dünən keçmiş zaman does indi, has indi, have indi, will gələcək. Qalır Y variantı. What did Betty have for breakfast yesterday? 53-də I was out. Was keçmiş zamandadır. Cümlənin əvvəli də olacaq yenə keçmiş zamanda. Və baxırıq ki, has indidir, does indidir. Were anyone calling olmaz. Anyone təkdə olan əvəzlikdir. Törəmə əvəzliyi həmişə təkdə olur. Was anyone calling ola bilərdi. Yəni were-lə olmaz. Did olacaq. Did anyone called yox, call. İndiki daha doğrusu tulsuz məsdər formasında işlənməlidir. Did-dən sonra ed gəlməz. 54-də since deməli since görürük burada. Since indiki bitmiş zamandan işlənir. İndiki bitmiş zaman have, has formasındadır. They cəm olduğu üçün they ilə has olmaz, have olar. Qaldı have heard, haven't heard. Deməli no news deyir burada. Baxın, bir xəbər inkarımız var. Yəni bir cümlədə iki inkar işlənməz. Həm no, həm də haven't olmaz. Ona görə have deməliyik. Have heard no news. 55-də İki tərəfimiz də bizə boşluq olaraq verilib. Bu zaman biz uzlaşmaya baxmalıyıq. A variantında indiki bitmiş, keçmiş sadə olmaz. B-də ikisi də keçmiş sadə zaman olar. C variantında keçmiş sadə, indiki bitmiş olmaz. D-də gələcək və indiki bitmiş də olmaz. Y variantında deməli indiki zaman belə ola bilər. Sadəcə baxırıq. The fans arrive at the stadium and the match start olmaz. Starts olmalıydı. Tək olduğu üçün yarış. Match starts olsaydı daha doğru olardı. Qalır B variantımız. İki tərəfdə keçmiş sadə zamanda. 56-da when-dən sonra will, has gəlməz. Qaldı B və Y variantı. Arrived. İkinci tərəfdə də keçmiş zamanla təbii ki uzlaşar. Yenə keçmiş zaman, yəni indiki bitmiş zaman uzlaşmaz. 57. Uzlaşdırıb baxırıq bu cümlələrdə. A variantı indiki bitmiş, keçmiş, davam edici olmaz. B-də indiki sadə, keçmiş sadə olmaz. C variantında keçmiş, davam edici, indiki bitmiş olmaz. D-də keçmiş sadə, indiki davam edici olmaz. Y variantında iki tərəfdə keçmiş, davam edici zamanda mümkündür. Zaten əvvəldən dediyimiz kimi keçmiş zamanlar bir-biri ilə uzlaşır. Eyni zamanlarda ola bilər. Yəni sadə bitmiş zamanda yaxud sadə davam edici zamanda, keçmiş zamanda bir-biri ilə uzlaşır. 58-də baxaq, A variantı indiki keçmiş olmur. B-də indiki keçmiş olmur. Deməli C variantında keçmiş indiki olmur. D-də Tom read
deyirsə, read keçmişdədir. Keçmiş indiki olmur. Qalır Y variantı. İkisi də keçmiş davam edici zamanda. 59-da deməli, when-dən sonra ortada when var. When-dən sonra will və yaxud da have, has, had olmaz. Ona görə 3 ilə 5-i çıxırıq. Baxırıq. 1, 2, 4. 1 gələcək indiki doğrudur. 2 keçmiş doğrudur. Uzlaşır. 4-də isə gələcək və keçmiş heç vaxt uzlaşmır. Bu yanlışdır. Doğru cavabımız olacaq elə A variantı. 60-da when-dən sonra yenə. Baxın, when-dən sonra, yəni ikinci tərəfimizdə will olmaz. 3 ilə 4-ü çıxırıq cavablardan. Digərlərindən baxırıq ki, 1-də keçmiş doğrudur. 2-də gələcək indiki doğrudur və 5-də indiki o da doğrudur. Yəni indiki sadə zaman hər iki tərəfində də işlənə bilər. 61-də when var, when-dən sonra will olmur. A variantında offers indiki sadə zaman tamam olar, amma digər tərəfdə he refuses olmalıydı. Qaldı D və Y variantımız. D variantında ikisi də keçmiş sadə zamandadır. D variantımız elə doğru olacaq. Y-də isə keçmiş sadə və indiki bitmiş uzlaşmaz. 62. Burada baxaq, A variantı uzlaşmır. Uzlaşan variantları gərək seçək. B variantı deməli mother enters olmalıydı. Keçmiş indiki olmur. D-də indiki keçmiş olmur. Qaldı Y variantı keçmiş davam edici və keçmiş sadə zaman. Y variantı doğru. 63-də. Yenə when-dən sonra will, have silindi. Digər variantlardan baxırıq ki, A-da indiki keçmiş olmur. B-də yenə indiki keçmiş olmur. Qalır Y variantımız hər iki tərəfdə keçmiş zamanda olan. 64-də when-dən sonra baxırıq ki, found keçmiş zamandadır və bu keçmiş olduğu üçün əvvəldə təbii ki, keçmiş zamanda olmalıdır. We-lə olacaq elə were. We were discussing the new project. 65-də last summer, last keçmiş zamandadır. Olacaq did you spend did-lə təbii ki, to-suz məsdər forması spend deməliyik. A variantımız burada doğrudur. 66 last keçən deməkdir. Baxırıq did. Did your children study? Ed olmaz. 67 next gələcək zaman. Gələcək zamanda deməliyik will pay. Joseph will pay all his debts next month. 68-də at 2 o'clock tomorrow. Tomorrow sabahdır. Sabah will arrive. Çatacaq Gəncəyə. 69 will gələcək zaman var. As soon as-dən sonra burada təbii ki, indiki zaman olacaq. İndiki zamanda she gets deməliyik. 70-də last week keçmiş zamandadır. Keçmişdə olan olacaq worked. Və ikinci tərəfdə she usually deyir. Usually deyirsə bu indiki davam edici yox, sadə zaman works deməliyik. She works. 71-ci sualda when the climber reached edli feilimiz var. Keçmiş zamandır bu və keçmiş zamandan qabağında da keçmiş zaman olmalıdır. Variantlardan yalnızca Y variantı keçmiş davam edici zamandadır. O da elə doğru cavabımızdır. 72-də Mike usually adətən indiki sadə zamandan işlənir və Mike-la indiki sadə zamanda sonu S-lə olacaq feilimiz takes. 73 if görürəm burada ortada. Deməli will, sonra if, üstəgəl indiki sadə zaman olmalıdır. The boss təkdədir. Ona görə allows deməliyik, icazə verir. 74-də ago əvvəl keçmiş zamandan işlənməlidir.
Baxırıq ki, burada olacaq birinci tərəfdə was, ikinci tərəfdə isə today, bugün. Burada artıq bugün deyirsəm, bu deməli indiki zamandan baxırıq C və B variantımız qalır. It become olmaz. Doğru olsaydı it becomes olurdu. Qalır elə burada B variantımız has become. Today it has become a dead language. Baxın, burada normalda biz deyirik ki, keçmiş sadə zamandan indiki bitmiş zaman, yəni ümumiyyətlə keçmişlə indiki zaman heç vaxt uzlaşmaz. Bu doğrudur. Lakin burada uzlaşma qaydası deyil. Burada iki dənə fərqli zaman zərfi verilib. Biri deməli ago, digəri isə today. Ago əvvəl deməkdir, keçmiş sadə zamandan işlənir. Today isə bugün deməkdir. Bu da indiki zamandan işlənir. İndiki sadə zamandan da işlənə bilər, bitmiş zamandan da işlənə bilər, mümkündür. Fərqli zaman zərfləri olduğu üçün biz artıq hər iki tərəfdə fərqli zamanlar götürürük. Yəni uzlaşdırıb baxmırıq hər zaman. Zaman zərfini axtarırıq. Əgər zaman zərfimiz varsa, sırf zaman zərfinə uyğun bir zaman qoyulmalıdır. Yəni zaman zərfi bizə artıq konkret zamanı deyir. Lakin olmadıqda artıq birinci feilimizə baxırıq və yaxud da iki tərəf boş olduqda bu zaman zamanları uzlaşdırıb cavabı tapırıq. 75-də baxın, hər iki tərəf burada boş verilib, yəni zamanları uzlaşdırmalıyıq. Baxaq, A variantında keçmiş və indiki zaman uzlaşmır. B variantında iki tərəf də indiki zaman uzlaşır. Bu qalsın. C-də indiki və gələcək zaman uzlaşır, lakin ortada when var. When-dən sonra will olmaz. Yəni when-dən sonra will, have, has, had bunlar işlənməz. Baxırıq, Y variantında keçmiş və indiki zaman uzlaşmır. D variantında indiki və keçmiş zaman yenə uzlaşmır. Qalır B variantı. Hər iki tərəf indiki zamanda mümkündür, uzlaşır. Eyni zamanlar bir-biri ilə indiki və keçmiş zamanda işlənə bilir. 76-da when I was, yəni keçmiş zamandır yenə. Mən məktəbdə olanda mən basketbol oynayırdım, oynamırdım. İkisini də demək olar. Used to-su olmalıdır. Used to, yəni keçmişdə baş verən, keçmişdə vərdiş elədiyimiz hərəkətləri bildirir. İndi isə etmədiyimiz. Didn't used olmaz. Didn't used to olmalıydı. B indiki zamandadır. Y-də isə didn't use to-su yoxdur. Qaldı C variantımız used to. I used to play basketball when I was at school. 77. When I was a child keçmiş zamandadır. Bu da elə eyni sualdır. Olacaq C variantı. I used to go a lot of museums with my mom when I was a child. 78. At the age of 10, I go dancing at weekends. 10 yaşım olanda, I used to go. Mən rəqsə gedərdim həftə sonları. 78 də eyni sualdır. 79-da when you were keçmiş zamandadır. Keçmişlə cümlənin əvvəli də elə olacaq. Keçmiş zamanda. Deməli, biz deməliyik did işlənməlidir burada. Did you used to doğrudur. Diddən sonra ed işlənməz. B variantımız elə doğrudur. 80-də if-dən sonra biz gələcək zaman işlətmirik. If-dən ikinci tərəfində belə deyək, burada gələcək zaman var. He will be late. Və birinci tərəf olmalıdır indiki zamanda. İndiki zamanda deyirik ki, Tom waits. 81-də də həmçinin he deməliyik saves. 82-də belədir. Deməli, Nick goes. 83-də də həmçinin will verilib. If, daha sonra indiki zamanda she has olmalıdır. 84-də if you fly at 4, you'll arrive in Paris. Bu da if-dən sonra indiki zaman, sonra gələcək zaman. Bunlar conditionallar qaydasında da var. Deməli, bu first conditional olaraq gedir. Qaydasını belə deyirik ki, if üstəgəl indiki sadə, üstəgəl gələcək zaman və yaxud da gələcək zaman üstəgəl if, üstəgəl indiki sadə zaman.
85-də ortada if var. If-dən sonra heç vaxt will olmaz. If-dən sonra will, won't, bax bunları silirik. Qalır B və Y variantı. Aha, if-in əvvəlində will olacaq, doğrudur. Daha sonra isə were keçmiş zaman olmaz, yəni were deməliyik. İndiki zamandan istifadə etməliyik. 86-da if-dən sonra will-ləri sildik, keçmiş zamanda sildik. C və Y variantından indiki və gələcək zaman C variantı doğru olacaq. 87-də ortada if var. If-dən sonra will olmaz. Qalır B və D variantı. If-dən əvvəl will, if-dən sonra indiki zaman doğrudur. 88-də də həmçinin yenə if-dən sonraki will-ləri atırıq. Həmçinin gələcək keçmişdə olmaz. Aha, bu zero conditional qaydasına aiddir. Artıq cavablardan görürük. Və indiki zamanda olacaq hər iki tərəf. Our room look olmaz. Looks deməliyik. Tək olduğu üçün mübtədamız fe'ilimizin sonunda indiki zamanda s olur. Our room looks tidy if you always keep it clean. 89-da if-dən sonra will olmaz. Was, are olmaz yenə. If the weather is hot, people always, people, insanlar, cəmdə ona görə go deməliyik. İnsanlar həmişə dənizə üzməyə gedirlər. 90-da if-dən sonra will silinir. Went, will da olmaz. If you often go on a diet, you exactly you dediği üçün lose deməliyik. S olmaz. Mübtədamız tək olanda fe'ilimizin sonunda s yazılır. 91-də if-dən sonra will-lər silindi. Deməli, baxırıq. If he helps me, I will finish deməli. Əgər o mənə kömək etsə, mən deməli bunu bitirəcəm. İndiki gələcək zaman, keçmiş gələcək olmaz, indiki keçmişdə olmaz. 92-də if-dən sonra yenə will-lər getdi. Keçmiş indiki olmaz. Qaldı A və C variantına baxıb tapa bilərik ki, A variantı olacaq. Hər iki tərəf indiki zamanda olur. C-də isə indiki keçmiş olmaz. Bu da elə zero conditionaldır. 93-də if-dən sonra burada will-i silirik. Həmçinin keçmiş gələcəkdə, keçmiş indiki də olmaz. Baxırıq. Her friend, dostu tək olduğu üçün finish yox, finishes olmalıdır. Və digər tərəfdə də will gələcək zaman işlənəcək. 94-də if-dən sonra won't-ları silirik. Won't, yəni will not olmaz. Daha sonra baxırıq. Həmçinin Y variantında da keçmiş sadə hər iki tərəf, yəni if-lə olmaz. Və qaldı don't prepare. Və don't indiki zaman olduğu üçün yenə keçmiş olmaz. Olacaq B variantı. İndiki zaman. 95-də if-dən sonra any letters or email. Aha. Əgər if-dən sonra keçmiş zaman gəlirsə, bu zaman digər tərəfi would-la olmalıdır. Yəni və işlədiriksə digər tərəf would-la olacaq. Həmçinin bir də gəlməz. İndiki, sonra isə gələcək zaman olaraq götürməliyik. Yəni gələcək if və indiki zaman you study. 97-də deməli if var, gələcək və indiki zaman olmalıdır. Yəni will go və gets. He gets. 98-də ortada if verilib. Deməli gələcək indiki zaman olmalıdır yenə. Will translate və ask. 99-da if-dən sonra indiki zaman, sonra gələcək zaman. If he has enough time, he will visit us. C variantı düzdür. 100-cü sualda if-dən sonra baxırıq yenə. If-dən sonra gələcək zaman işlənməyib, düzdür. A variantı indiki keçmiş olmaz. C variantı indiki bitmiş zaman, yəni formada işlənmir. Sonra baxırıq. B variantında indiki davam edici və keçmiş sadə olmaz. Y-də millions of birds shall olmaz, will olardı.
Və D variantı qaldı. Hər iki tərəf indiki sadə zamanda. Bu doğrudur. 101-də. Deməli, if-dən sonra will-lər olmaz. Nurse deyiriksə counts deməli idik. Bu da yanlışdır. Və baxırıq. Deməli, A və B variantı belə baxdıqda indiki, gələcək indiki doğrudur. Lakin burada səhv nədir? Operation sözü təkdir. Biz burada begin yox, begins yazmalıydıq A variantında. Ona görə o yanlışdır. Qalır B variantı. The nurse will count the tools if the operation begins. Deməli, tibb bacısı. Baxırım 102-ci suala. Deməli, burada yenə if var. If-dən sonra will olmaz. He, pass olmaz. S olmalıydı sonunda. Və bura əgər pass deyiriksə, digər tərəfdə də Y variantda olmaz. Keçmiş will olmur. Digər tərəfdə will-lə olmalıdır. C variantı. Deməli, doğrudur. Bunlar eyni tipli suallardır artıq. Davamlı təkrarlanan suallardır. 103-də if I have time, I will wash my car. Əgər vaxtım olsa, maşınımı yuyacam. Our lesson deməliyik, if teacher comes in, our lesson will begin. Müəllim içəri gəlsə, bizim dərsimiz başlayacaq. 105-də deməli, if it doesn't rain tomorrow, we'll have a football match. Burada görürük, gələcək zaman var. Burada olmalıdır indiki zamanda. İndiki zamanda olanda doesn't və don't-dur. It-lə olmalıdır. Doesn't. It doesn't rain tomorrow. Yəni don't olmaz. Baxırıq, ortada if var. Deməli, keçmiş indiki olmaz. Gələcək birinci tərəf olmalıdır. Will və yaxud da won't. Digər tərəf isə deməli, ya takes olmalıdır, ya doesn't take olmalıdır. Mr. Green təyyarəyə, belə deyək, if he, əgər o taksiyə minməsə, o təyyarəyə çata bilən deyil. Deməli, minməsə çata bilən deyildir. Hər iki tərəfdə keçmiş, daha doğrusu inkarda götürür. Mr. Green won't catch the plane if he doesn't take a taxi. Əgər o taksiyə minməsə, təyyarəyə çata bilən deyil. 107. Yenə burada if var. Baxırıq, gələcək zaman və daha sonra indiki zaman. Sam will get a diploma if he graduates from the university successfully. Deməli, diplom alacaq əgər universitetdən uğurla məzun olsa. 108-də yenə burada if var. Will scratch deyə bilərik gələcək zamanda. Və digər tərəfdə if you pull its tail. The cat will scratch you if you pull its tail. 109-da if-dən sonra deyirik ki, if you learn English and computer well, you will find a highly paid job more easily. Əgər sən ingilis dilini öyrənsən, ingilis dilini və kompüteri yaxşı öyrənsən, sən asanlıqla yüksək maaşlı bir iş tapacaqsan. 110-da yenə var burada if. Baxırıq, if-dən sonra won't gəlməz. She deyirsə, she don't olmaz təbii ki. She burada doesn't olmalıydı. See də olmaz. Sees olmalıydı. Qalır elə Y variantımız. 111. Last year, keçmiş zaman, left deməliyik. Left. Və ikinci tərəfdə since then, yəni o vaxtdan bəri, indiki bitmiş zamandır, haven't met. B variantı olacaq. 112. Deməli, burada yenə zaman uzlaşmasını götürməliyik biz. Baxırıq, uzlaşmayan zamanları, deməli, çıxaq. 2 uzlaşmır, indiki və keçmiş zaman və daha sonra 4 uzlaşmır, keçmiş və deməli, indiki bitmiş zaman. Və baxırıq 5-ə, hər iki tərəfdə will, after'lə olmaz, yəni sonra dediyi üçün biz
will götürə bilmərik. Qalır 1-3. Gələcək indiki, keçmiş zaman D variantı düzdür. Bu da eyni tipdə elə sualdır. Burada da olacaq elə will gələcək indiki və keçmiş zaman D variantı. 114-də burada zaman zərfi görmürəm. Zaman uzlaşması da belə deyək, fərqli cümlələrdir. Baxaq yenə də. Money found by the villager. Aha, burada məchulluq var. Deməli, kəndlilər tərəfindən pul tapıldı deməliyik. Tapdı deyə bilmərik. Tapıldı, yəni məchul növdə to be üstəgəl participle 2. Money tək olduğu üçün are olmaz, were olmaz. Ya is found deməliyik, ya da was found. Və ikinci tərəfə baxırıq ki, aha, ikisində də gave verilir. Give sözünün keçmişi. Yəni keçmiş zaman verildiyi üçün biz birinci tərəfi də keçmiş zamanda götürməliyik. Money was found by the villagers. They gave it to the police. Y variantı doğrudur. 115-də baxaq, uzlaşmaya əgər fikir versək, B variantı keçmiş, gələcək olmaz. D variantı will olmur. C-də gələcək keçmiş olmur. Y-də afterdən sonra will götürə bilmərik. Will əgər işlənəcəksə afterdən qabaq işlənə bilər. Ona görə doğru cavab olacaq A variantı. Hər iki tərəf keçmiş sadə zamanda. 116-ya baxırıq. 116-da da uzlaşma bizə lazımdır. Birincidə indiki bitmiş keçmiş sadə uzlaşmır. 2. Will prepare when when'dən sonra will gəlməz. Bu yanlışdır. Həmçinin when'dən sonra baxın have də gəlməz. Qalır 3 və 5. Uzlaşmalar da burada tamamdır. 117-də yenə ortada when var. When'dən sonra have gəlməz. Came keçmiş zaman olsa da burada have indiki bitmiş olmaz. Qalır 3 və 4 B variantı doğru cavabdır. 118-də when'dən sonra have olmaz. When'dən sonra həmçinin will də olmaz. Nick was 12 olar. İkinci tərəfə baxaq. 12 yaşı olanda Nick'in biz deməliyik he used to go in for wrestling. Yəni used to belə işlənməlidir və yaxud da didn't use. Burada Y variantında to'su yoxdur. C doğru cavabdır. 119-da deməli baxırıq ki, burada zaman zərfi yoxdur. Uzlaşmaya yenə fikir verək. A variantına baxaq. Was trying, was constantly interrupting. Doğru cavab oxşayır bu. Çünki hər iki tərəfi də keçmiş davam edici zamandadır. Yəni mümkündür, olar. Keçmiş zamanlar yəni bir-biri ilə uzlaşır. Baxaq B-yə. B-də keçmiş indiki was is olmaz. C-də am was olmaz. Və D-də I try to concentrate on my biology homework. But my little sister constantly my little sister interrupt olmaz. Interrupts ola bilərdi. Yanlışdır. I am trying to concentrate. I am deyib digər tərəfdə ed deyə bilməz. Artıq indiki keçmiş zaman belə qarşılıq formada olmaz. A variantımız elə doğru cavab olacaq. 120-də uzlaşdıraq. Baxa, was-la I am olmur. Is was olmur. Was were ola bilər. Sadəcə burada I olduğu üçün I were yanlışdır, olmur. Hər iki tərəf was-la olar. Bu doğru cavabdır elə. Y variantında da I am drawing yaxşı indiki zamandır. Bəs she read keçmiş zamandadır. Əgər indiki zaman olsaydı she reads deyərdik biz buna. 121-ə baxırıq. At 5 p.m. yesterday. Deməli, bu təbii ki, keçmiş zamandır, lakin dünən saat 5-də dediyi üçün artıq konkret olaraq keçmiş davam edici zamandır. Və davam edici zamanda bilirik sonu ing ilə bitir feillərin. They olduğu üçün they was olmaz, olar they were running.
122. Deməli, gəlin baxaq. İkinci tərəflər burada keçmiş zamanda verilib. Are, went olmaz. We, were, was, were olar qalsın. Deməli, have, went olmaz. Power deyir. İkinci tərəfdə power təkdədir. Güc qəfildən deməli getdi. Söndü. Goes out olardı əgər power deyirsə. Qaldı B və C variantı. Buradan baxırıq ki, biz deməli biz filmə baxarkən, biz filmə baxanda were watching olar. Yəni davam edici zamanda biz bunu baxırdıq, hərəkət davam edir. When the power suddenly was going out doğru olmaz. Niyə? Çünki belə deyək də işıqlar söndü demək istəyir burada. İşıqlar söndü deyəndə biz bunu davam edici zamanda götürə bilmərik. Yəni bəzi hərəkətlər var ki, onlar davam edici zamanda olmur. Yəni anidən olur. Suddenly, qəfildən işıq bir anda yəni söndü. Əgər biz B variantındakını desək, was going out, o zaman belə olur ki, yəni işıq sönməyə davam etdi. Qəfildən sönməyə davam etdi. Yəni doğru olmazdı. Qəfildən bir anda söndü. Went out, yəni elektrik getdi, belə deyək. 123-də at that moment, yəni bu anda, at that moment keçmiş davam edici zamandan işlənir. Keçmiş davam edicidə olan was sleeping olacaq. İkinci tərəfdə təbii ki, artıq bilirik ki, biz keçmişdə olmalıdır, düzdür. Hər iki tərəfdə keçmişdədir burada. Heard, didn't hear. Sadəcə biri təsdiqdir, biri inkardır. Bu zaman yenə tərcümə eləməliyik. He was sleeping at that moment. O bu anda yatırdı. So he the phone ring. Telefonun zəngini yatırdı deyirsə eşitmədi olar. Didn't hear. 124-də baxırıq zaman zərfi axtarırıq. Zaman zərfimiz yoxdur. Yəni bir cümlə olduğu üçün burada da zamanları biz uzlaşdırmalıyıq. Uzlaşan zamanlardan elə C variantına baxsaq, hər iki tərəfdə keçmiş davam edici zamandadır. Yəni bu zamanlar bir-birindən uzlaşır. We were running və school bell was ringing. İkisini də davam edici zamanda bu formada yəni götürsək doğrudur. 125-də baxaq burada da yenə zaman uzlaşmalardır. A variantında were is olmaz. B-də edlə esti olmaz. C-də was is olmaz. D variantında baxırıq we discuss yaxşı deyə bilərik. Teacher observes deməliydik. Əgər birinci tərəf indikidirsə, bu da indiki zamandırsa, P-nin sonunda gərək mübtəda tək olduğu üçün S olsun. Yəni yanlışdır. Qalır elə Y variantı. Were discussing, was observing. 126. Deməli, gəlin baxaq burada. Deməli, uzlaşdırsaq əgər B variantı indiki keçmiş zaman olmaz. C-də keçmiş indiki bitmiş olmaz. Baxırıq ki, my friend watch olmaz. My friend watches ola bilərdi. Ona görə yanlışdır. While-la biz çox vaxt belə deyək də davam edici zaman işlədirik. Filan şeyi edərkən əgər feil davam ediciyə düşə bilirsə, biz onu davam edən zamanda götürməliyik. Yəni while I draw yox, while I was drawing. Yəni mən detallı şəkil çəkərkən mənim dostum was watching, yəni izləyirdi. Hər ikisi də davam edici zamandadır və keçmiş davam edici zamanda bu formada doğru sayılır. 127-də yenə bizə zaman zərfi, zaman zərfimiz yoxdur, sadəcə feilimiz var ki, was standing, keçmiş davam edici zamandadır. Yenə biz keçmiş zamanları axtarmalıyıq. Baxaq,
indiki zamandadır çıxdıq, D indiki zamandadır çıxdıq. Qaldı A, B, C. Aha. İkinci tərəfində feilimizin baxın, notice nədir? Notice kimsə görmək, sezmək. Notice feilini were noticing deyə bilmərik. Davam edici zamanda olmaz. Yəni ya biz kimsə görürük, ya görmürük. Yəni notice keçmiş sadə zamanda işlənməlidir. Davam edici zamanda olmaz. Qaldı B və C variantında. Biz gözləyirik deyəndə we waited for our French teacher to arrive. Deməli, we were waiting. Biz fransız dili müəlliməmizin çatmasını, gəlməsini gözləyirdik. Yəni onu gözləməyə davam edirdik. Nə vaxt ki, biz onun bizim arxamızda dayandığını gördük. Biz yəni gözləyən vaxt gözləməyə davam edirdik və birdən gördük ki, müəllimə bizim arxamızdadır. Və waiting olacaq. Waited yazsaq, bu məna cəhətdən uyğun gəlməz. Davam edici zaman götürməliyik ki, gözləyirdim, yəni gözləməyə davam edirdim. Birdən, deməli, müəlliməni arxamda gördüm. 128-də yenə burada while var. While yenə dediyim kimi davam edici zamandan işlənir. Sadəcə uzlaşdırıb baxmalıyıq. Baxın, C variantında ilə hər iki tərəf keçmiş davam edici zamandadır. She was reading an article while I was drawing pictures. O məqalə oxuyurdu, mən deməli rəsm çəkərkən. 129-da yenə uzlaşmadır burada. Baxırıq ki, they run, they see a beautiful bird. Onlar parkda qaçarkən, deməli gözəl bir quş gördülər. Qaçarkən. Davam edici zamanda they were running. Are-la so olmaz. Were running deyiriksə, təbii ki, keçmiş zamandan keçmiş zaman uzlaşar. Were running və so deməli a beautiful bird D variantımız doğru olacaq. 130-da while deyil, yenə davam edici olmalıdır burada. While I was reading. Mən oxuyarkən mənim qardaşım was listening to music. Musiqiyə qulaq asırdı. Yəni mən bir şey edərkən qardaşım başqa bir şey edirdi. Və hər ikimiz də bunu davam edici zamanda deyə bilərəm. Çünki reading, listening bunlar davam edən zamanda ola bilir. 131-də yenə bunlar davam edici zamanda olacaq. Yəni baxaq. A variantında elə she was writing an email while she was making coffee. O deməli kofe hazırlayarkən o e-mail yazırdı. Hər ikisi keçmiş davam edici zamanda while-la bu formada işlənir. 132 yenə eyni formada, elə burada da Y variantı olacaq. They were dancing while the band was playing. Belə deyək, qrup çalarkən onlar da rəqs edirdi. 133-də burada da olacaq bizim elə C variantımız. While we were walking to school, it was raining. Biz məktəbə gedərkən yağış yağırdı. 134 eyni tip suallardır bunlar. Bu da olacaq elə D variantımız. The children were playing in the park while their parents were talking. Uşaqlar parkda oynayırdı, valideynləri söhbət edərkən. While ümumiyyətlə gördüksə 90% belə olur ki, hər iki tərəf keçmiş davam edici zamanda işlənir. Yəni işlədiyimiz testlərdən də nəticə elə çıxara bilərik ki, while əgər görürüksə, filan şeyi edərkən davam edici zaman götürürük. Hər iki tərəfdə mümkündürsə davam edici zaman götürürük. Əgər olmasa, məsələn, feilimiz davam edici zamana düşmürsə, bu zaman bir tərəf davam edici, digər tərəf isə sadə zamanda da ola bilər. 135-də burada mən dostumla söhbət edirdim. Deməli, I was talking to my friend when my phone
Aha. Baxın bu dediyim istisna durumlar bax budur. Talking, talk, söhbət etmək davam edici zamanda ola bilir. Yəni söhbət edirik, davam edirik söhbət etməyə. Was talking deyirik. Lakin ikinci tərəfdə artıq telefonun zaryadkası qurtardı. Yəni die. Telefonum söndü. Bunu deyiriksə, telefon yəni bir anda sönür. Bir anda yəni bataryası bitir. Biz onu davam edən zamanda was dying deyə bilmərik. Bu feil artıq davam edici zamanda mümkün deyil işlənməsi. Bunu bu situasiyada biz sadə zamanda qoymalıyıq. Yəni dostumla danışarkən telefon söndü. Telefonun yəni zaryadkası qurtardı. Ona görə olacaq Y variantımız died. İkinci tərəf sadə zamanda. 136-da baxaq, when verilib bizə. Deməli, biz burada görürük keçmiş zamanları. See olmaz. Are driving so olmaz. Drive so da olmaz. Qaldı A və B variantı. Baxırıq ki, they were driving when they saw an accident. Aha. Onlar yolda gedərkən qəza gördülər. Yəni gedərkən qəza gördülər. Onlar sürdü, qəza gördü olmaz. Yəni onlar getdi, qəza gördü. A variantı məna cəhətdən artıq hər iki tərəf sadə zaman olmur. Biz bir tərəfi davam edən zamanda götürməliyik ki, filan şey olarkən nəsə bir anda baş verdi. B variantı doğrudur. 137-də burada da həmçinin. Onlar televizora baxanda anası ona zəng etdi. B variantında he was watching TV when his mother called him. Anası ona zəng edəndə o televizora baxırdı. O televizora baxırdı, yəni baxmağa davam edirdi. Davam edici zaman artıq mənadan da məlumdur. Call feili də zəng etmək, bu da artıq davam edən zamanda olmur. 138. Deməli, qonaqlar çatanda onlar nahar edirdilər. Aha, they were having dinner when the guests arrived. D variantı. Eyni suallardır bunlar, eyni tip suallardır. 139-da bunu artıq hər iki tərəfi davam edən zamanda götürə bilərik. Çünki feillərimizə baxsaq, they were playing football while we were studying. Biz dərs oxuyarkən onlar futbol oynayırdılar. Yəni biz də dərs oxumağa davam edirik, onlar da futbol oynamağa davam edirlər. Hər iki tərəf davam edən zamanda işlənə bilər. 140-da burada baxın, o kitab oxuyurdu. Nə vaxt ki lights went out. İşıqlar söndü. İşıqlar söndü davam edən zamanda ola bilməz. Çünki bu da həmçinin telefon söndü, işıqlar söndü, bir anda baş verən hərəkətlərdir və biz ona went out deməliyik. Lights went out. She was reading a book when the lights went out. 141-də o yatırdı, anası onu oyadanda. Anası onu oyadanda o yatırdı. He was sleeping when his mom woke him up. D variantı. Anası onu oyadanda o artıq yatmağa davam edirdi. 142. Baxırıq burada at 2 p.m. yesterday. Dünən saat 2-də. Dünən saat 2-də keçmiş davam edici zamanın zaman zərfidir. We olduğu üçün deməliyik we were having. 143-də mən ev tapşırıqlarımı edirdim. Dostum mənə zəng edəndə birinci tərəf davam edici zaman, ikinci tərəf isə sadə zamanda olmalıdır. Variantlardan da C variantı buna uyğundur. I was doing my homework when my friend called. Dostum zəng edəndə mən ev tapşırıqlarımı edirdim. 144-də onlar üzürdülər yağış yağmağa başlayanda. Deməli, yağış yağmağa başlamaq bu da sadə zamanda olacaq.
başlamaq deyiriksə, it started to rain və onlar üzməyə davam edirdi. They were swimming when it started to rain. A variantımız doğrudur. Yəni burada məna baxımından nəyisə edərkən bir anda bir şey baş verir. Davam edici zaman və sadə zaman götürürük həmin vaxtda. 145-də biz məktəbə gedərkən biz göy qurşağı gördük. Aha, getməyə davam edirik və bir anda bir şey oldu. Onu biz bir anda olan şeyi sadə zamanda götürürük, lakin davam edən şeyi davam edici zamanda götürməliyik. B variantında elə bu forma doğrudur. While we were walking to school, we saw a rainbow. Biz məktəbə gedərkən göy qurşağı gördük. 146. Next month, next gələn deməkdir. Gələcək zaman shall will-lə olur. Həmçinin də to be going to ifadəsi də var. Deməli, Y variantında görürük bunu. To be going, burada da to-su verilib. Y variantı doğrudur. 147. Look at those clouds. Bu buludlara bax. It soon. Soon tezliklə deməkdir. Tezliklə elə gələcək zamanın zaman zərfidir. Shall will yoxdur cavablarda, lakin C variantında to be going to ifadəsi var. Yağacaq tezliklə, deməli yağış yağacaq. 148-də next gələn ay deməkdir. Yenə to be going to ifadəsi var. Are going to buy, yəni yeni bir maşın alacaq mənim valideynlərim. Florian and I to the cinema tonight. Tonight yəni bu gecə gedəcəyik olacaq. Acaq, yəni gələcək zamandan işlənməlidir. Shall will cavabda yoxdur, amma to be going to ifadəsi var. Florian and I are going to the cinema tonight. Next week gələcək zamandır. Yenə to be going to D variantında is going to buy. 151. In an hour. Bir saatın içində o dostuna kafedə deməli görüşəcək. Gələcək zamandır. Daha doğrusu gələcək zaman yox. Deməli bir saatın içində bəli, gələcək zamanda ola bilər, düzdür. Lakin cavablarda gələcək zamanımız yoxdur. Biz bilirik ki, biz gələcəyə aid hərəkətləri iki cür verə bilərik. Ya sırf gələcək zamanın özünü işlədirik, ya da indiki davam edici zaman bizə elə gələcək zamanın birinə məzmununu verir. A variantında deyə bilərik ki, she is meeting her friend at the cafe in an hour. A variantı indiki davam edici zaman gələcək zaman məzmunu verərək bir saata yəni dostu ilə görüşür deyə bilərik. 152-də at 10 a.m. tomorrow. Sabah saat 10-da. Sabah saat 10-da gələcək zamandadır və baxırıq ki, yenə indiki davam edici zamanla biz gələcək zaman məzmununu verə bilərik. 153-də deməli, bu şənbə günü biz müzeyə gedirik. Müzeyə gedirik, gedəcəyik. Gələcək zaman və yaxud indiki davam edici zaman işlənə bilər. Burada to be going to ifadəsi var. Ona görə we are going to C variantını doğru götürürük. 154-də tomorrow görürük burada. Tomorrow sabah, gələcək zamandır. Və baxırıq ki, indiki davam edici zamanda artıq mümkündür. Gələcək zaman məzmununu verir bizə. She is studying. Y variantı düzdür. 155-də tomorrow yenə sabah. Baxırıq cavablara. Deməli, indiki davam edici zaman var C variantında. Birinci axtarırıq shall will. Daha sonra to be going to. Əgər bunlar yoxdursa, indiki davam edici zamanda to be üstə gəl. ING-li feil, yəni variantımız varsa, bu variant yəni doğru cavab olur. 156. Look at those dark clouds. Bu qara buludlara bax. Tezliklə yağış yağacaq deyir. Və baxırıq. Deməli, bircə Y variantımızda var ki,
To be going to rain, yağış yağacaq. 157-də on Saturday, şənbə günü Tony'nin ad günü partisində iştirak edəcəm olar da. Yəni şənbə günü iştirak edəcəm. I am going to attend. İndiki bitmiş zamanı götürə bilmərik. Bunların zaman zərfi burada işlənməyib. Həmçinin də məzmundan anlayırıq ki, yəni şənbə günü mən iştirak edəcəm olar. Yəni şənbə günü iştirak etmişdim, edirəm mənaya tərcümə baxımından da düz gəlmir. 158-də tonight, bu gecə, bu axşam. Baxırıq yenə variantlardan. İndiki davam edici zaman var bu. Bu axşam mən yeni velosiped alacağam. 159-da next week, gələn həftə, davam edici zaman və yaxud da baxın, B variantında to be going to have olmalıydı. Əgər to have olsaydı biz bunu doğru cavab kimi götürərdik, lakin yoxdur. Və indiki davam edici zamana baxırıq, are having. Yəni to be going to ifadəsi doğru olmadığı üçün indiki davam edici zamandan are having doğru cavab olaraq götürmək olar. 160-da soon gələcək zamandan işlənir. Baxırıq, gələcək zamanda shall will yoxdur. To be going to ifadəsi var Y variantında. Are going to move. 161 next, gələn. Gələn gələcək zaman yoxdur, amma indiki davam edici zaman is taking doğru cavabdır. 162-də this evening, bu axşam. Bu axşam yenə də gələcək zaman mənası verir. We are having dinner. İndiki davam edici zamanla bunu da işlədə bilərik. 163-də next, gələn. Gələn deyiriksə gələcək zaman axtarırıq. Is going to start, to be going to doğrudur. 164-də this weekend, bu həftə sonu. Baxırıq yenə. To be going to var B variantında. Are going to. Deməli, konsertə gedəcəyik bu həftə. 165-də next, gələn. Gələn olacaq. Will apply. Deməli, o şirkət üçün, deməli, for a job at a big company next month düzdür. Burada will işlənəcək. C variantı doğrudur. 166-da tonight, bu axşam. Baxırıq ki, to be going to. We, my best friend and I are going to cinema tonight. To be going to acaq əcək. 167. I'm so thirsty. Mən susamışam. I get you some water. Mən sənə su gətirəcəm demək istəyir. I will get you. Və yaxud da I am going to get you. To olsaydı əgər, to be going to doğru olardı. Oh no, I forgot my notebook. Don't worry. I am going to lend olsaydı doğru olardı. Lakin I will lend. Mən verəcəm özümkini sənə. We don't have any bread left. Bizim heç çörəyimiz qalmayıb. I will go to the shop and buy some. Mən mağazaya gedəcəm və biraz alacağam. Y variantı doğrudur. Sadəcə B variantında will to be going to. Yəni ifadə doğru verilməyib bizə. Ona görə belə going ilə olan ifadəni götürmürük. 170-də the phone is ringing. Telefonun zəng çalır. Mən ona cavab verəcəm. Mən ona baxacam deyirik. I will answer. Və yaxud da I am going to answer olsaydı doğru olardı. Və yaxud da I am answering it. İki davam edici zamanda da olsaydı doğru götürə bilərdik cavabı. 171-də I don't understand this problem. Mən bu problemi başa düşə bilmirəm. I am going to help you olsa düz olardı. I will help you. B variantı doğrudur. Oh, it's raining. Yağış yağır. I am going to take. Yoxdur, yoxdur. I will take an umbrella. C variantı doğrudur.
I need to tell Tony something important. I will call him now. Zəng edəcəm. Gələcək zamanda da hamısı filan şeyi edəcəm. We don't have enough players for football game. Bizim kifayət qədər oyunçumuz yoxdur futbol oyunu üçün. Deməli, I will join. Mən qoşulacam. I'm feeling cold. Mənə soyuqdur. I will close the window. Mən pəncərəni bağlayacam. I lost my pen. Qələmimi itirmişəm. I will find one for you. Birini sənin üçün tapacam. Y variantı doğrudur. I think it will rain tomorrow. Mən düşünürəm ki, sabah deməli yağış yağacaq. Will rain. 178. I'm sure you are going to pass olsa doğruydu. Will pass. Mən əminəm ki, sən imtahandan keçəcəksən. Gələcək zamanda. D variantı düzdür. 179. This team is very strong. Bu komanda çox güclüdür. They will win the match. Onlar yarışı qalib gələcəklər. In 50 years, people will live on Mars. 50 ilin içində 50 ilə insanlar Marsda yaşayacaq. 50 il sonra insanlar Marsda yaşayacaq. Gələcək zamandır bu da. People will live on Mars. 181. Deməli, burada artıq fərqlidir. Sonda biz yet görürük. Yet bilirik ki, indiki bitmiş zamandan işlənir. Have, has, üstəgəl participle 2. Həmçinin də keçmiş zamanda, daha doğrusu inkarda olmalıdır bu. Yəni, haven't, hasn't, üstəgəl participle 2. I haven't done my German homework yet. 182-də də həmçinin yenə yet verilib burada. Sualda həmçinin düzdür. Yet həm inkarda işlənir, həm də sualda. Burada sualda işlənib. B variantı olacaq. Has finished. 183-də yenə yet var burada. A variantı olacaq. Haven't arrived. 184-də yenə yet var. Haven't studied. 185 yenə yetdən verilib. C variantı have decided. 186-da a goal in football. Deməli, futbolda gol vurdum deyir. Cavablara baxırıq. Burada just, already verilib. Bu indiki bitmiş zamandan işlənir. İndiki bitmiş zamanda olan have, has'dir. Have already scored olsaydı, edlə olan feilimiz gəlsəydi sonda participle 2 doğru olardı, lakin gəlməyib. Ona görə qalır B variantımız. Have just scored. 187-də yenə bura indiki bitmiş zamanda cavablardan baxırıq. Already var, burada just var. Olmalıdır. Have deməli üstəgəl participle 2 have eaten B variantı. Deməli she her homework she have olmaz. Already varsa have has olmalıdır. Was da olmaz. Has already finished. Deməli already, just, yet bunlar indiki bitmiş zamandan işlənir. İndiki bitmiş zamanda quruluşu have, has üstəgəl participle 2 formasındadır. 189-da they that movie twice. Twice 2 dəfə. Onlar deməli o filmə 2 dəfə baxıblar. Yenə indiki bitmiş zaman have already watched. Bu suallar rahatdır. Eyni tip suallar elə. Have, has üstəgəl verb 3. 190-da da baxırıq. Deməli, yenə has already explained this topic but I still don't understand. Bax, amma hələ də başa düşməmişəm. Müəllimə bu qaydanı, demək, bu mövzunu izah edib. Baxın, burada B variantında has already explained olmalıydı. Was already olmur. Teacher tək olduğu üçün has olmalıdır. Have yox. Will explain gələcək zaman yəni edəcək deyirsə, başa düşməmişəm, doğru olmazdı. İzah edib, amma başa düşməmişəm. 191-də yenə indiki bitmiş zamanda we deməli have olmalıdır. We have already planned
edlə olmalıdır fe'limizdə. 192. She has just finished. 193. My friends for work. Deməli, daha doğrusu my parents have just left. Have just left. 194'də a new French phrase we have just learned. Biz indicə öyrəndik yeni bir fransız deməli ifadəsini. 195'də he a new car. He has just bought a new car. O indicə yeni maşın aldı. 196 deməli mən Tony-lə danışmışam. I have spoken to Tony today. Bugün Tony ilə deməli danışmışam deyir. 197'də yenə bax today görürük. Today indiki sadə zamanla, indiki bitmiş zamanla işlənə bilir. Çox zaman indiki sadə zamanla görürük, lakin indiki bitmiş zamanla da yəni işlənə bilən bir zaman zərfidir. Burada da baxırıq ki, she ilə olacaq has və written. Üçüncü formaya qoymalıyıq. Verb 3 olmalıdır. She has written, yəni wrote keçmiş zamandadır. Bu verb 2'dir. Bizə üçüncü forma lazımdır. Twice today, bugün 2 dəfə. We have played olacaq yenə. Biz 2 dəfə futbol oynamışıq. The teacher has given B variantı. My dad has called 201'də. Deməli, yet görürük burada sonda. Yet varsa haven't, hasn't. Aynı anda olacaq haven't. Yenə sonda yet var. Bu sual cümləsidir artıq. Has she packed olacaq. Verb 3'dən istifadə eləməliyik. 203'də yet var. Haven't, hasn't. Z ilə olacaq haven't. 204'də yenə yet. We haven't olmalıdır. 205'də yet varsa indiki bitmiş zamanda və inkarda, daha doğrusu bu sual cümləsidir artıq. Have you seen olmalıdır. A variantı. 206'da bu da indiki bitmiş zamandır. Just görürük çünki burada olacaq. I deməli, əgər biz just işlədiriksə, bu zaman deməli have just olmalıdır. I have just. Already olduqda I already have olur. Lakin just'la işləndiyi zaman I have just completed my English homework olmalıdır. D variantı doğrudur. 207'də burada baxırıq ki, yenə she has just olacaq. B variantı. 208'də we have just arrived at stadium. 209'da my dad has just, yəni quruluş bu formadadır ki, have has üstəgəl just işlənməlidir. They have just yenə 211'də I deməli, burada artıq already işlənir. I have already spoken to the teacher about the test. Have just, have already, has just, has already. Bax bu formada have has üstəgəl just, already bu kimi zaman zərflərimiz işlənir. 202'də də she deməliyik has already watered the plants this morning. 213'də my mother has already D variantı. The coach has already yenə eyni tip suallardır. I have already B variantı. Buradan isə bizə açıq suallar gəlir. Yəni artıq variantsız suallardır. Next gələn deməkdir, yəni gələcək zamandır. Gələcək zamanda to be going to işlədə bilərik. Will deyə bilərik və yaxud da indiki davam edici zamandan istifadə edə bilərik. 3 cür gələcəyi demək yolumuz var. 217'də this weekend bu həftə sonu. Yenə burada da bu həftə sonu indiki davam edici zamandan işlənər, gələcək zamandan və to be going to-nan
Yəni hər üçü də gələcək məzmunu, gələcək zamanı bildirir. Next gələcək zaman are having davam edici zamanlamalar və will have ikisi də gələcək zamanı bildirir. Yenə burada da this summer are traveling olacaq. Will travel, bir də are going to travel, to be going to travel. 220-də this evening, baxın bu this weekend, this summer, this evening bunlar gələcək zaman məzmunu bildirir. Yəni bu axşam filan şeyi edəcəm. Bu yay harasa səyahət edəcəm. Tərcüməsindən də gördüyümüz kimi acaq-əcək, yəni gələcək zamanı bildirir. To be going to deyə bilərik, will və deməli və 4 I am reading a book. 221-də də next summer gələn yayda deməli indiki davam edici zaman will take və to be going to take, are going to take. Və sonuncu sualda da sabah saat 5-də deyir. Sabah saat 5-də gələcək zamandır. Gələcəyi bildirənlər də to be going to-dur, will-dir və indiki davam edici zamandır. I am visiting my aunt tomorrow at 5 p.m.